Salam əziz şagirdlər, 2019-cu ildən 2025-ci ilə qədər buraxılış imtahanlarında istifadə olunan qrammatik test tapşırıqlarının sizə izahını verəcəm. Hamısını bir halda qruplaşdırmışam, yəni isimləri bir, sifətləri bir, məchul növü bir. Bu formada indi sizə izahlarını verəcəm. İlk öncə birinci testimizdən başlayırıq. Birinci testimizdə positive case bizdən yiyəlik halı soruşur. Diqqət eləsək variantlarımıza baxsaq, birinci testimizdə elə child story düzgün variantımızdır. B variantı apostrof S-dən sonra davam edici zamanda ink verib deyə səhvdir. C variantında got verib səhvdir. D variantında apostrof S-dən sonra yenə ink verib, Y variantı ink verib deyə səhv variantımızdır. Düzgün cavabımız 1-də olacaq A variantı. İkinci testimizə baxırıq. Compound nouns mürəkkəb isimləri istəyir. A variantında servant səhvdir, goat səhvdir. B variantı ən gözəl cavabımızdır. Schoolgirl, blackboard. C variantında childhood, kingdom derivativdir. D variantı happiness derivativdir. Y variantında da həmçinin mürəkkəb deyil. Üçüncü testimizə baxırıq. Üçüncü testimizdə derivative nouns düzəltmə isimləri istəyir. Burada da baxırıq. Bir suggestion təklif sözümüz olacaq. Biri götürərik birincini. Bir də ki, suitcase mürəkkəbdə olmaz. Pollution üçüncü sözümüz olar. Point sadədə olmaz. Irregular da olmaz. Dördüncü testə baxırıq. Singular təkdə olan isimləri soruşur. Təkdə deyirsə, A variantı monkey səhvdir, B variantı bowlsdur, C variantı düzgünümdür, D variantı tools səhvdir, Y variantında glass sözümüz səhv sözümüzdür. Növbəti 5-ci testimizə baxırıq. 5-ci testimizdə compound nouns mürəkkəb ismi istəyir bizdən. Mürəkkəb ismi istədiyinə görə baxırıq burada səhvlərimizi ixtisar edirik. Framework olar, bir düzgün variantımızdır. Bir düzdür. Sonra keçdik ikinciyə baxırıq buradan. Vision olmaz, düzəltmədir. Nickname olar, 3 düzdür. Population səhvdir. Governance səhvdir, amma sweatshirt olar. Cavabımız 1, 3, 6 variantımız C variantımız olacaq. 11 yazılan testin izahını verirəm. Nouns isimlər sırasını deyir seç. Diqqət eləsək, burada ancient qədim sözümüz səhvdir. B variantı brave cəsur səhvdir. C-də expensive bahalı sözümüz səhvdir. D-də angry sözümüz də var, comic də var, səhvdir. Y variantımızda isə bizim düzgün cavabımızdır. Növbəti 13-cü testə baxırıq. Plural nouns cəm isimləri istəyir. Fikir verirsiniz, növbəti illərdə də eyni cəm isimlər düşür. Bizim baxırıq burada pool səhvdir, education səhvdir, member səhvdir, history səhvdir, amma shorts woman düzgün cavabımızdır. Düzgün cavabımız olacaq Y variantı. 13-cü testə baxırıq. Yenə isimləri seçin deyir. Eyni testi biz növbəti ildə görmüşük. Demək, A variantımıza baxırıq. Düzgünümüz elə A variantımızdır. B variantımızda foggy, dumanlı. C-də clever, ağıllı. D-də delicious, dadlı. Y-də isə long, uzun sözümüz səhv sözlərimizdir. Növbəti testə baxaq. 14-cü testə baxırıq. Demək, 14-cü testdə təkdə olan isimləri seçirik. Təkdə olan isimlər dedikdə A variantı shoes səhvdir. B-də children səhvdir. C-də PR səhvdir. D variantı düzgünümdür. Kənardan yazırıq D variantı. Y variantında Caesar sözümüz səhvdir. Növbəti testə baxırıq. Singular yenə təkdə olan istəyir. Dishes səhvdir. Piano səhvdir. Bizim cavabımız elə burada olacaq 3, 4, 5. Y variantı. Növbəti testə baxırıq. 16 yazılan testə baxırıq. Yenə positive case yiyəlik halı istəyir. Bir götürə bilərik. Yəni elə A variantı düzgünümüzdür. B-də yenə bizim davam edici zamanda verib səhvdir. C-də got verib səhvdir. D-də yenə davam edicidə verib səhvdir. Y variantında yenə davam edicidə verib səhvdir. Fikir versiniz, bu əvvəlki illərin buraxılışında da eyni bu formada düşmüşdü. Növbəti bölüm olan artiklın izahına keçirəm. Washington şəhər adı olduğuna görə qarşısına artikl işlənməz. Ona görə biz burada D və Y variantını atarıq. Digər tərəfində isə Pacific Ocean sakit okean verdi. Üçüncü tərəfdə üzr istəyirəm bu. İkinci tərəfə bir dəqiqə baxaq. United States verdiyinə görə Z artiklı işlədərik.
Ona görə düzgün cavabımız 3-cü də Pacific Ocean-a Z götürsək, düzgün cavabımız burada olacaq A variantı. 15-ə baxırıq. Ri və çay sözünü verdiyinə görə artikl işlədərik birinci tərəfdə. Özdə Z artikl işlədərik. Ona görə C-ni, D-ni və Y variantını atarıq. İkinci tərəfdə force verib, dördüncü sıra sayı olduğuna görə Z artikl işlədərik. Düzgün cavabımız olacaq B variantı. 14-ə baxırıq. Mount Fuji verib, yəni dağ adlarının və zirvələrin qarşısına artikl işlətməliyik. Ona görə biz burada A-nı və B variantını atarıq. Onlar da işlədib. İkinci tərəfə bax, Island, ada sözünün özüdür, adı deyil. Ona görə bunun qarşısına Z işlədərik. Ona görə Y-ni də atarıq. Digər tərəfində isə highest sifətin üstünlük dərəcəsində olduğuna görə Z artikl işlədərik. Düzgün cavabımız C variantı. 20-ci testimizə baxırıq. Leyk Baykal verib. Demək, Leyk Baykal verəndə yadınızı saxlayın. Ya Z Baykal, ya da Leyk Baykal. Yəni, ya Z işlənər, ya da Leyk işlənər. Ona görə birinciyə artikl götürməyəcəyik. B və Y variantını atarıq. İkincidə deepest üstünlük dərəcəsində olduğuna görə Z artikl işlədərik. Ona görə C və D-ni də atarıq. Üçüncüdə Earth yer kürəsi verdiyinə görə Z işlədək. Düzgün cavabımız A variantı. Diqqət eləsəz, bu əvvəlki illərin buraxılışlarında hamısında demək olar ki, sifətin üstünlük dərəcəsi və yaxud da sıra sayına rast gəlmək olur. Növbəti testə baxırıq. Bizə bu da sərhəd verib. Əslində sərhədin qarşısına E də işlədə bilərik, Z də işlədə bilərik. Amma bu dəqiq müəyyən edir Kanada və Amerika Birləşmiş Ştatları. Kanadanın qarşısını işlətməyəcəyik. Amma Amerika Birləşmiş Ştatlarına UC-yə Z işlədərik. Birinci tərəfdə Z, xətt və Z variantımız C variantı olacaq. 13-cü növbəti testə baxırıq. She spent a month götürərik. Çünki sayıla bilən tək ismimizdir. Ona görə E ilə götürərik. Digər tərəfdə isə bizə Evrop verib qitədir. Bunun qarşısına artikl işlətməliyik. Digər tərəfin qarşısında artikl işlətmədiyimiz A-nı, B-ni və C-ni açsaq, birinci tərəfi mütləq işlətməliyik deyini, bir dənə əlimizdə qalır Y variantımız. Növbəti testə baxırıq. 19-cu testdə. Demək, fikir verirsiniz, burada extraordinary novel verib. Saitlə başlayır, sait səslə başlayır, amma bizə əsas burada roman sözümüz lazımdır. Sayıla bildiyinə görə artikl işlədəcəyik. Birinci tərəfə ən götürərik. İkinci tərəfində isə end sonluq deməkdir. Bu da sayıla bilən isim olduğuna görə E götürəcəyik. Düzgün cavabımız D variantı olacaq. Ən və E artiklını götürərik. Növbəti 7-ci testə baxırıq. Cöməni verib burada. Ölkə adıdır. Yəni, bunun qarşısına artikl işlətməliyik. Ona görə də A-nı, B-ni və C variantını atarıq. Digər tərəfdə isə United Kingdom verib Birləşmiş Krallıq. Bunun qarşısına Z işlədərik. Düzgün cavabımız D variantı. 8-ci testə baxırıq. Ant dağlarıdır bu. Bir də bir şey deyim, yadınızda elə bilər, bu zəif şagirdlər saxlaya bilər ki, yəni böyük hərflə verib sonunda S verəndə çox hallarda bunun ümumiyyətlə qarşıda Z artiklı işlədir. S verməyən Z, North, Z, Earth qitələrdir, üzr istəyirəm, cəhətlərdir. Dünyada vahidlik bildirən isimlər görürsünüz, o başqa. Amma yerdə qalan hallarda, hansı ki, böyük hərflə başlayıb, sonunda S görsəz, yəni bilin ki, 90% bunların qarşısına Z işlədilir. Ona görə B variantını və D variantını ataram. Sonra keçsəm ikinci tərəfə, mountain sözün özü olduğuna görə E artiklı işlədərəm və yaxud da varımsa Z artiklı işlədə bilərəm. Düzgün cavabımız olacaq burada C variantımız. Daha doğrusu range, silsilə deyir. Silsiləyə görə də C variantını götürərik. 22-ci testə baxırıq. 22-ci testdə demək, bizə baxırıq burada. Əslində nöqtəni qoymayıb. Fikirləşirəm ki, ancaq artiklı bizə verə bilər. Burada 2 dənə verdiyinə görə ya Britain'ın qarşısında vermək istəyib burada. Xət düşməyib burada. Yəni birinci tərəfə götürməyəcəm. Burada da coffee-in qarşısına verə bilər. Burada da artiklı götürməyəcəm. C variantımız. Yəqin ki, nöqtələr burada olub. 15-ci testə baxırıq. Baku şəhər adıdır. Qarşısına artikl işlənməz. Ona görə biz B-ni, C-ni və Y-ni atarıq. İkinci tərəfdə amma city, şəhər sözümüz sayılır. Ona görə düzgün cavabımız A variantı olacaq burada. Xətt və E variantı. İkinci yazılan testə baxırıq. Baxırıq, interesting move verib. Film sözümüz sayılır. Sayıldığına görə biz burada götürəcəyik ən artiklı, çünki sait səslə başlayıb burada. Ən artiklı götürəcəyimiz variantları saxlayıb digərlərini atırıq. İkinci tərəfdə sətirdə həftənin günüdür, şənbə günüdür. Həftənin günlərin qarşısında ümumiyyətlə artikl işlənməz. Düzgün cavabımız burada olacaq C variantı. Növbəti bölməmiz əvəzlikdən başlayırıq. Diqqət eləsək burada feelings, his, isim verib. Müstəqil işlənən B-ni, C-ni, D-ni, Y-ni atsaq düzgün cavabımız qalacaq A variantımız.
14-cü testə baxırıq. The people verdiyinə görə törəmələri açsaq A variantı ilə Y variantı gedər. B variantımızda içi də atarıq. Çünki içdən sonra sayıla bilən tək olmalıdır. Sonra digər tərəfinə baxırıq. Əgər biz everyni götürsək, bizə isim verməlidir. Olmadığına görə C variantı, all you variantını götürürük. 18-ə baxırıq. Lovely dog verib. Dog it sözümüz sayıla bilən ismimizdir. Fərqləmir. Əsas o ki, isimdir. Müstəqilləri atsaq D, C və B variantını atarıq. A variantında da it obyekt aldadır. Obyekt aldan sonra isim götürə bilmərik deyinə. Düzgün cavabımız burada qalır Y variantı. Növbəti testə baxırıq. 9-cu testdə bizə off verib. Off verdiyinə görə biz offlu birləşmələrə baxsaq, yalnız burada 5 yəni ixtisar edirik every sözünü. Sonra xəbərə baxırıq. Has təkdə verib. Təkdə verdiyinə görə 2, 4 variantımızı götürəcəyik. 2, 4 variantımız da B variantımız olacaq. Testi belə olanda cəmləri bir təkləri bir qruplaşdırın. Məsəl üçün, ya burada 1-3 olmalıydı, cavab kimi götürəsi olsaq. Ya da ki, 2-4 olmalıdır. Məsələn, 1-3-ün özünü verməyib, cavabımız 2-4 götürürük. Çünki 1-3-ü də götürsək, xəbərimizi cəm verməliydi. 16-cı testə baxırıq. Şuqə şəkər sözümüzü verib. Sayıla bilməyən ismimizdir. Many, Efyonu, Fiyonu və lotu da atarıq, ixtisar eləyərik. Çünki lot deyilən bir əvəzliyimiz yoxdur. Yalnız qalır əlimizdə elotov forması. Cavabımız C variantı. 10-cu testə baxırıq burada. Off verib. Off verdiyinə görə biz baxırıq törəmələr offla işlənməz. Ona görə everybody, somebody-ni atarıq. Yəni ixtisar eləyərik. Sonra xəbərimizə baxırıq. Xəbərimizi V cəmdə verib. Cəmdə verdiyinə görə biz yenə bura samı, bosu, olu götürərik. Ola bilsin bu nömrəli test olub. Ona görə cavabımız burada sam, bos və ol variantıdır. Növbəti testdə 14 yazılan testə baxırıq. Songs verib. Cəmdə olan ismimizdir. Ona görə A variantını maçı, bir də ki, elotdan sonra isim işlənməzliyinə D variantını ixtisar edirik. Əlimizdə qalıb 2 variantımız. Digər tərəflərə də baxsaq, verydən sonra many, much, few, little işlənər, a few işlənməz. Ona görə də Y variantını ixtisar edirik. Cavabımız qalır B variantı. Növbəti testə keçirik. 13 yazılan testi burada. Baxırıq, xəbərimizi təkdə verib həs. Bu zaman ixtisarımıza baxsaq, bosu ixtisar eləyərik. Daha sonra olu ixtisar eləyərik. Əslində olun xəbər tək də ola bilər, amma sayıla bilməyən versə. Ona görə cavabımız burada qalacaq. 3-4 variantımız Y variantı. 18-ci testə baxırıq. Bu biraz şagirdləri çaşdıran bir testdir. Bizə policeman verib. Men cəmdə olduğuna görə birinci tərəfə cəm axtarsaq, B-ni, C-ni və Y variantını ixtisar eləyərik. İkinci tərəfə baxanda bəzən uşaqlar deyir ki, birinci tərəfə cəm götürmüşük, ikinci tərəfə də cəm götürək. Xeyr, biz mübtəda xəbər uzlaşmasına belə bir qayda demişik ki, xəbər yəlik haldan sonra gələn isimlə uzlaşır. Yəni biz burada bravery sözündən götürürük, yəni cəsurluq sözündən, cəsarət sözünü götürürük ki, təkdədir və sayıla bilməyən ismimizdir. Ona görə düzgün cavabımız burada olacaq A variantı. Yəni yəlik əvəzliyini özündən əvvəlki təyin edicini uzlaşdıra bilərsiniz. Amma digər tərəfdə onun şəxs kimi, əvəzlik kimi və yaxud da xəbərlə uzlaşma eləsək, biz bravery sözünü uzlaşdırma eləyə bilərik. Bəzən deyə bilərsiniz, niyə müəllimə burada bəs spreadə S artırmayıb, bu təkdədirsə, biz spread indiki və keçmişi eyni olan feillərdəndir. Digər tərəfdə didn't-dan artıq biz bilirik ki, bunun S-ni verməyibsə artıq keçmiş zamandadır. Çünki bravery təkdə idi. Didn't-da keçmişdə olduğuna görə artıq S-ə ehtiyac yoxdur. 7-ci testə baxırıq. Few friends deyə bilərik. Bir düzgünümüzdür. 2-də very little patience, çox az səbir deyə bilərik. Amma verdən sonra article olan söz işlənməzliyinə 3 və 4-ü ixtisar eləsək, cavabımız 1-2 variantımız olacaq, A variantımız. Növbəti testə keçirik. 11-ci testə, 11 yazılan formada olan testə. Demək, baxırıq burada, feelings bayaq izahını eləmişdim. Yəni, bir daha izahını eləmirəm. Yenə cavabı deyirəm, A variantımız olacaq, H forması. 20-ci testə baxırıq. A very little water. Belə bir nədir, bizim quruluşumuz yoxdur, təyin edici. Ona görə səhvdir. A few news, bu da səhvdir. Çünki a few-dan sonra cəm isim işlənməlidir. Many traffic, bu da səhvdir. Çünki many-dən sonra cəm olmalıdır. Too much sugar olar. Few mistakes olar. Cavabımız 4-5 variantımızı axtarsaq, 4-5 variantı verib, amma 1-4-5 verib. Ola bilsin, yazıda bəlkə də səhv düşüb. A very little water deyənmərik. Ya burada a little water olub, ya da very little water olub. Bəlkə də səhvən düşüb. Onca bir verdiyinə görə deyirəm. Ola bilər. Köçürdən də səhv köçürülə bilər. Sonra keçdik 20-ci testə baxırıq. 20 yazılan testə.
yenə əvəzliyə olan aid bir testdir. Baxırıq burada mistakes isim verib. İsim verdiyinə görə cəm isimdir artıq. B-ni, C-ni ixtisar eləyərik. Burada biraz əslində tərcümə də edə bilərik. Tərcümədən də əlavə biraz məntiqlə həmişə baxın. A few-dur, many-dir, a lot-ofdur. Bunlar bir-birinə yaxın sözlərdir. Çoxluq ifadə eləyir. Yəni iki çoxluq bir təkliyi götürsək cavabımız D olacaq. İndi tərcümədə də yəqin ki D çıxar. Deyir mənim işdə ilk günüm çox yaxşı deyildi. Mənim deyir çox yaxşı deyildi. Mənim onda çoxlu səhvlərim olub ya da biraz səhvlərim olub. Bir cümləni tərcümə edir. Mətn deyir, işdə mənim ilk günümdə çox yaxşı deyildi. Onda mənim çox səhvim olub. Biz bura əslində FU da götürə bilərik, a lot of da götürə bilərik. Ola bilsin ki, burada yenə yazanda səhvli olur. Çünki tərcümə sarıdan hər ikisi uyğun gəlir. Amma ən gözəl cavab mən Y variantını götürərəm. Sonra 10-cu testə baxırıq. Burada qayıdış əvəzliyini seçməliyik. Diqqət eləsək, bizə the children sözünü verib. Children cəmdə olduğuna görə C variantı themselves götürərik. İkinci testə baxırıq. A company şirkət sözümüz cansız ismimizdir. Ona görə C variantı which götürərik. Növbəti üçüncü testə baxırıq. Əgər bizə inkar əvəzliyi veribsə və yaxud da inkar sözlərdən birini veribsə, bu zaman biz onun törəmələrini axtarmalıyıq. Sam təsdiqdir, no inkar da atarıq, D inkardır, sam da təsdiqdir. İnkar olan cümlədə nə sam, nə də no işlənməz. Düzgün cavabımız C variantı anybody. Növbəti testə baxırıq, 15 yazılan testdə. Burada diqqət eləsək, bizə əvəzliyi soruşur ki, nə ilə əvəz olunub. Bizə diqqət eləsək, dishes sözüdür burada. Dishes obyekt aldadır. Deyir ki, qabları yumağı unutma, nələri qabları. Ona görə də Y variantı them götürərik. Çünki them obyekt aldı və xəbərdən sonra istifadə olunur. Z götürməyimiz üçün isim lazım idi. As obyekt alıb bizi mənasını verən söz götürməliyik. Ümumiyyətlə, cansız cəmdə olduğuna görə them götürürük. 21-ci testə baxırıq burada. Problem sözünü verib, cansız ismimizdir. Ya which ya da that olar. Ona görə düzgün cavabımız C variantımızdır. Sonra 22-ci testə baxırıq burada. 22-ci testdə uyğunluğu tapacağıq. FU-dan sonra cəm olmalıdır. Bir səhvdir. 2-də FU pieces olar, düzdür. 3-də a little tomato soup verib, bu düzdür. 4-də lakin a little bars olanmaz. Ofun əvvəlindəki isim təkdədirsə EN artiklını işlənməlidir, cəmdə isə S qəbul etməlidir. Ona görə düzgün cavabımız burada olacaq. 2-3 variantımız B variantı. Növbəti testə baxırıq. 1 yazılan testdən başlayırıq. Artıq bu sifətin dərəcəsidir. Sifətin dərəcələri olan testlərə izahına başlayıram. Demək, indiyə qədər düşən buraxılışlar bizə zəm bağlayıcısını verib, zəm bağlayıcısını verdiyinə görə müqayisə dərəcəsi axtarsaq, A-da mor və R şəkilçisi bir yerdə olmaz. B düzgün cavabımızdır. B. C variantına baxırıq. Zemosdan sonra adidir. Əgər bizə voice sonunda i hərfi bitən ikicalı sifətlərdəndir ki, zemosdan işlənməz, S şəkilçisi artırılmalıydı. Ona görə səhvdir. Həm də zən olan yerdə olmaz. Əlbəttə ki, D variantı adi dərəcədədir. G variantı most və ist ümumiyyətlə səhv variantımızdır, bir yerdə verib. İkinci testə baxırıq. Bizə cümlədə zəm bağlayıcısı verib, müqayisə dərəcəsi axtararıq. Bizim 4 sözümüz var ki, onlar kökdən dəyişir. Məsələn, good, better olur, bad, worse olur, little, less olur, many, much da more olur. Ona görə düzgün cavabımız burada C variantımız olacaq. Çünki zəm bağlayıcısı var bizə. 3-də baxırıq, əzəz bağlayıcısını verib, əzəz verdikdə söz adi olduğu formada olacaq. Sifət olduğuna görə də C variantı götürürük. 4-cü testimizə baxırıq. Yenə bizə zəm bağlayıcısını verib, fikir versiniz, buraxılış testlərində zəm bağlayıcısına daha çox diqqət ayırırlar. Zəm bağlayıcısını verib, müqayisə dərəcəsi axtaracaq. Burada da D variantını götürərik. İndi deyə bilərsiniz ki, niyə E artiklı istifadə elədik orada? Çünki burada move sayıla bilən ismimizdir, artikl axtarmalıyıq. Ona görə düzgün cavabımız D variantımız olacaq. Növbəti testə baxırıq, 5-ci testimizə. Burada baxırıq, uyğun variant had ever verib bizə. Əgər had ever veribsə, üstünlük dərəcəsində axtaracağıq. Tək hecalısa sonuna S artıracağıq, çox hecalısa əvvəlinə zemos artıracağıq. Düzgün cavabımız Y variantı. 6-ya baxırıq, bizə heç bir dərəcəyə aid nümunə verməyib, variantı özümüz seçməliyik. Əgər zəm bağlayıcısı veribsə, clever sözün özüdür, bir dənə də R artırmalı deyə səhvdir. B variantı as veribsə, digər tərəfinə as-ını unudub. C variantında as is şəkilçisindən bir yerdə işlənməz. D variantı düzgünümdür. Y variantında da as clever R artırıb deyə səhv variantımızdır.
Növbəti 7-ci testə baxırıq. Zən bağlayıcısını verib. Zən verirsə, biz götürəcəyik er və yaxud da mor. A variantı mor və er bir yerdədir deyə səhvdir. B variantında sifət üstünlük dərəcəsindədir. C düzgünümdür. D də üstünlük dərəcəsində deyə səhvdir. Y variantında yenə bayaqki kimidir. Nice. Ümumiyyətlə testin səhvliyini deyirəm. Əgər bizə sonunda I, Y, O, W, R şəkilçili hərfləri olan sözlər verərsə, bu zaman biz onun müqayisə və üstünlük dərəcəsini şəkilçi ilə düzəltməliyik. Ona görə də Y variantımız səhv sözümüzdür. 8-ci testə baxırıq. Zən bağlayıcısını verib bizə. Bir dəqiqə biraz yuxarı qaldıraq. Zən bağlayıcısını verib. Zən bağlayıcısını verdiyinə görə müqayisə dərəcəsi axtarsaq, cavabımız A variantı. Digər variantlar səhvlərimizə baxaq. Çünki bəzi şagirdlər var, ola bilər bu dərsi başa düşməsinlər. Mor və er bir yerdə olmaz. Adi dərəcədədir. Zən olan yerdə adi dərəcə olmaz. D-də ümumiyyətlə MOS və S şəkilçisi yanaşı işlənməz. Y variantında isə ZMOS-dan sonra təkizalı söz olmaz. Ona görə də səhvdir. 9-cu testə baxırıq. Yenə bizə əzəz verib. Bizə götürəcək adi dərəcədə. Düzgün cavabımız burada olacaq. A variantı fast. Ola bilər sizə testdə fastlə deyə bir variant verər. Yanınızda saxlayın ki, heç vaxt fastlə deyən sözümüz yoxdur. Növbəti testimizə baxırıq. Əzəz verib. Əzəz adi dərəcədədir. Adi dərəcədə olduğuna görə düzgün cavabımız Y variantımız olacaq. Növbəti 11-ci testə baxırıq sifətimizə. Deyir, hansı sifətlər mənaca yaxındır, yəni sinonimdir. Devoted sadiqdir, proud fəxrdir, fearful qorxulu, faithful sadiq. Bizdə onu yəni ki, bizim variantlarımız artıq alındı. 1-4 variantımız, D variantımız olacaq. Sonra 12-yə baxırıq. 12-ci testdə yenə zən bağlayıcısını verib. Diqqət edəsiniz, bayaq dediyim ki, çox sadə yəni verirlər sifətin dərəcələrini. A variantı verse olacaq. Hansı ki, bəd sözümüz kökdən dəyişir, verse olur. B-də mo-la verse yanaşı işlənməz. C-də üstünlükdədir deyə səhvdir. D variantında verse üstünlükdə verib səhvdir. Y-də də adi dərəcədədir. Səhv testimizdir. Növbəti bölməmiz artıq sual cümləsindən başlayır. Üzr istəyirəm, mübtəda xəbər uzlaşmasından başlayır. İndi isə 9 mart 2026-cı ildə, yəni bu ilk ildə düşən qrammatika sualından sifətin qayda testinə baxaq. Fikir verirsinizsə bizə burada zən bağlayıcısını verib, yeni müqayisə dərəcəsi düşüb. Zən bağlayıcısı olan yerdə biz er və yaxud da mor axtarmalıyıq. A variantımız səhv, B variantı mor və er şəkilçisini bir yerdə verib. C variantı yenə more longer olmaz. D variantımızda long adi dərəcədə verib deyə səhvdir. Düzgün cavabımız Y variantı. Növbəti bölməmiz başlayır mübtəda xəbər uzlaşması qaydasıdır. İxtisarlarımıza başlayaq. 13-cü testimizdə ofun əvvəlində loves cəmdə verdiyinə görə was verib səhvdir. İkinci testə baxırıq, ofun əvvəlində love təkdə də was verib düzdür. Üçüncü testimizə baxırıq, ofun əvvəli loves cəmdədir, were verib, bu da düzdür. Dördə baxırıq, was verib, ofun əvvəlində source cəmdədir, səhvdir. Düzgün cavabımız burada olacaq. 2-3 variantımız C variantı. 14-cü testə baxırıq. Əgər sayıla bilməyən isimlər arasında and bağlayıcısı olarsa, bu zaman xəbər cəmdə olur. Yeganə də bizim onsuz cəm variantımız B variantı, A forması var. Növbəti testə keçirik. Növbəti testimiz 15-ci testimizdir. 12 ay verib, diqqət eləsək, cəmdə verib. Cəmdə verdiyinə görə xəbərimizi Y variantı cəmdə götürərik. 16-cı testə baxırıq. Cattle sürü sözümüz cəmdədir. Ona görə də düzgün cavab burada 1, 2, A və V variantını götürəcəyik. Düzgün cavabımız B variantı. 17-ci testə baxırıq. 17-ci testimizdə yenə bizə and bağlayıcısını verib, əvvəlki ildə düşən kimi xəbərini cəmdə axtarsaq, düzgün cavabımız C variantı have been formasını götürəcəyik. 18-ci testdə Z və Z hava sözümüz təkdə və sayıla bilməyən ismimizdir. Cəmləri ilə açsaq, düzgün cavabımız burada qalacaq D variantı is forması. 19-cu testə baxırıq burada. Birdə the shirts cəmdə verib, are cəmdə verib, bir düzdür. 2-yə baxırıq, programs cəmdədir, was təkdədir deyə səhvdir. 3-ə baxırıq, knives bıçaqlar cəmdədir, are verib düzdür. 4-ə baxırıq, shorts, ümumiyyətlə zislə shorts da səhv uzlaşdırıb. Zis təkdədir, shorts cəmdədir. Yenidən is də təkdə verib deyə səhv variantımızda. Düzgün cavabımız burada olacaq 1-3 variantımız, D variantı. Növbəti 20-ci testə başlayırıq. 20-ci testimizdə fönisi sözümüz sayıla bilməyən ismimizdir, təkdədir. Ona görə düzgün cavab burada götürəcək Y variantı is formasını.
Növbəti bölmə modal feillər olan bölməsidir. Gəlin əvvəlcə ixtisarımızı eləyək. Demək, birincidə don't have to, ought to, have to, shouldn't, must o düzgün variantımızdır. Belə bir testlər düşəndə həmişə təsdiqləri bir, inkarları bir götürməliyik. Yəni, ya 1-4 variantımızdır, ya da 2-3-5 variantımızdır. 2-3-5 olmadığına görə cavabımız B variantı olacaq. Hər ehtimalı tərcümə edirik. Deyir ki, uşaqlar erkəndən qalxmamalıdır. Onların deyir, bu günə heç dərsi yoxdur. Növbəti dərsin testimizə baxırıq. 22-ci testimizə uyğun ifadəni yenə tapmalıyıq. Had to olar, wasn't able-un to'su yoxdur. 2-ni atarıq. 3-ə will have to olar. 4-də didn't have-ın to'su yoxdur. 5-də isə hadn't to olmaz. Düzgün cavabımız burada olacaq. 1-3 variantımız Y variantı. 23-cü testə baxırıq. Can olar, had to olar, wasn't able-un to'su yoxdur. D variantı was able to'su yoxdur. Hadn't to olmaz. Sonra A və B variantına baxanda əvvəlki cümlədə özümüz üçün ipucları axtarırıq. Misir keçmiş zamanda verdiyinə görə düzgün cavabımız burada götürəcəyik B variantımız. Növbəti testə keçirik 24-cü testə. 24-cü testdə yenə modal feillərimizin özünün ixtisarını eləyək. Məsələn, burada can ola bilər, will be able to olar, could olar, won't have-ın to'su yoxdur deyə ixtisar eləyərik. Doesn't have-ın to'su yoxdur deyə ixtisar eləyərik. 1-2-3 variant arasında qalanda zamana baxmalıyıq. Bizə də birinci tərəfi if bağlayıcısı olan hissəni choose is indiki sadə zamanda verib. Demək, ikinci tərəfi elə indikidə və yaxud da gələcəkdə götürə bilərik. Ona görə düzgün variantımız 1-2 variantımız D variantı. 25-ci testə baxırıq. 25-ci testimizdə əvvəlcə yine ixtisarımızı eləyək. Ought-un to'su yoxdur. Can olar. Ought not to'su yoxdur. Mustn't olar, cannot ola bilər. Sonra cümlədə ipucu axtaraq ki, cümləmizdə anything verib. Any verdiyinə görə inkar axtarsaq B variantını ixtisar eləyərik. Cümlədə deyir ki, mən işimi dəyişmək istərdim, lakin yaxşı heç nə tapa bilmirəm mənasına götürəndə Y variantımız. 26-cı testə baxırıq burada. Deyir, onun ingilis dilisi əladır. Will be able to olar. Hasn't to'su yoxdur. C variantı hasn't to ola bilməz. D variantı yenə haven't to'su yoxdur. Won't be able to variantımız da səhvdir. Düzgün cavabımız A variantımız olacaq. Yəni, diqqət eləsəz, modal feillər çox asan düşür. 27-ci testə baxırıq. Bizə cümlədə to verib. To verdiyinə görə can, must, should ixtisar eləyərik. Haven't to deyilən bir modal feilimiz yoxdur. Yəni, have to-nun inkarı özü ilə düzəlməz. Düzgün cavabımız burada olacaq. Y variantımız. 28-ci testə keçirik. Yeni ixtisarımıza baxaq. Cannot olar, had to olar, should olar. I'm not able-ın to'su yoxdur. Have to da olmalıydı, o da yoxdur. Cavabımız A, B və C variantındır. Bu cümlədə ipucumuz iz verib indiki zamanda. Ona görə B variantı had to-nu da ixtisar eləyərik. Cannot və should arasında biz ixtisar eləsək, deyir ki, çox səslidir. Mən deyir, sənin nə dediyini, yəni nə haqqında danışdığını eşidə bilmirəm. Ona görə düzgün cavabımız A variantımız. Yəni, cannot götürərik. 29-a baxırıq. Haven't to'su yoxdur. B variantı ought to olmalıydı. Haven't to ola bilməz, çünki have to-nun inkarı özü ilə düzələ bilməz. D variantı have to-na mustn't variantımız olar. Bu zaman sarıdan baxıraq ki, elə bir ixtisarımız yoxdur, çünki hər ikisi indiki zamandadır. Deyir, sən xəstəsən, sən deyir, həkimə görsənməlisən. Düzgün cavabımız olacaq burada D variantı. 30-cu testə baxırıq. Needn't olar. Needn't, üzr istəyirəm, olmaz, çünki cümlədə to-ya fikir vermədim. Needin sual və inkarı özü ilə düzəlirsə, heç vaxt özünə sonra to işlənməz. Düzgün cavabımız A-nı atdıq. B-də ought to olar, has to olar, cannot to olmaz, haven't olmaz. Bu zaman baxırıq, you mübtədamızı verib deyinə has-i götürə bilməyik. Düzgün cavabımız B variantı. 31-ci testə baxırıq. 31-də yenə aren't able to verməliydi deyə ixtisar eləyirik. B-də ought to olmalıydı. C-də də həmçinin. D variantı shouldn't düzgün variantımızdır. Y variantı haven't to olmaz. Çünki have to-nun inkarı özü ilə düzəlməz. Yəni, haven't, hasn't, hadn't to götürə bilmərik. 32-yə baxırıq. Bizə cümlədə to-nu verib. Should ixtisar eləyərik. Won't-un B-si yoxdur. 3 və 4 variantımızı götürəsə olsaq Y variantımız. 33-də
Artıq yeni bir bölməyə başlayırıq. Amma 9 mart imtahanda istifadə olunan modal feili sizə göstərmək istəyirəm. Burada olan modal feilimizə diqqət eləyək. Baxın, buradadır modal feilimiz, 13-cü testdir. Əvvəlcə ixtisarımıza baxsaq, A variantında isn't able-un to'su yoxdur. C variantı is able-un to'su yoxdur. Cümlədə ipucu bizə bat verib. Bat verdiyinə görə bir tərəf təsdiq və ikinci tərəfə inkar fikir axtarmalıyıq. Bəzən bu inkar hissəcik də ola bilər, inkar söz də ola bilər, inkar əvəzlik də ola bilər, fərq eləmir. Mənim qardaşım qızı fransız dilində danışa bilir. İkinci tərəfdə isə deyir, lakin mənim qardaşım oğlu danışa bilmir. Və Y variantı ən gözəl cavabımızdır. İndi qaydırıq öz testimizə, bayaqdan izah edədiyim testə. Növbəti bölməmiz başlayır. Feilin düzgün formasını seçmək. Yəni kompleks obyekt qaydasıdır. Bunun içərisində C nöqtə görə bilərik. 30-cu testə baxırıq. Feilimiz so feilidir. So feili həm tulsuz məstərlə, həm də feili sifət 1 ilə işlənən bir feildir. Yəni feili sifət 1 dedikdə feilin sonuna ing şəkilçisi, yəni aynı şəkilçisi artırmalıyıq. Düzgün cavabımız burada olacaq B variantımız. Tulsuz formasında. So'dan sonra obyekt al, sonra tulsuz məstər. 34-də baxırıq. Əgər bizə söz önünü harda görsək, yəni bizə verirsə, bu zaman biz mütləq C runda axtarmalıyıq. C variantı hearing. 35-ə baxırıq. Feilimiz asketdir. Asket həmin 8 feilin içərisində olmadığına görə to ilə işlənən bir feildir. Düzgün cavabımız B variantımız. Bu feilləri əzbər bilsəz, siz testlərini rahat işləyə bilərsiniz. Hansı ki, let, make, see, görmək, notice görmək, watch baxmaq, observe müşahidə etmək, feel hiss etmək, hear eşitmək. Bu feilləri harda görsəz, to'suz məstərlə mütləq işlənməlidir. Let make-dən başqa o saydığım 6 dənə də həm də feil sifət 1 ilə, yəni feilin sonunda ing şəkilçisi işlənə bilər. Növbəti testimizə baxırıq. 36-cı testdə. 36-cı testdə bizə artıq ikinci tərəfi verib. Biz birinci tərəfi tapmalıyıq. Bizə to verdiyinə görə hansı feillər to ilə işlənir? Bayaq saydıqlarımın içərisində A variantı expected yox idi. Ona görə də expected to ilə işlənən feillər sırasındadır. Düzgün cavabımız burada olacaq A variantı. Çünki let to'suz işlənir, made to'suzdur. Sonra notice də həm to'suz, həm də feil sifət 1 ilə işlənir. 37-ci testə baxırıq. Feilimiz expect-dir. Expect to ilə işlənər. Düzgün cavabımız Y variantı. Diqqət eləsəz, indi görəsiniz, testlərdə expect-i daha çox işlədir. Told-dur, ask-dır. Yəni to ilə işlənənlərdən bunlar daha çox verir. 33-ə baxırıq. Yenə feilimizi told verib. Told-a görə 1 olacaq not to. Bir də olacaq burada 3. Əslində 2-də də to verib, amma Z işlənə bilməz. I, he, she, we, they. Bunlar heç vaxt cümlənin ortasında işlənə bilməz. Çünki bunlar cümlə özünə görə mübtəda olurlar və obyektal formasına biz me, you, him, her, us, them bunlardan birini görə bilərik. 39-cu testə baxırıq. 39-da bizə yenə ikinci tərəfi verib, to'lu məstər verib. İkinci tərəfi verdiyinə görə to'lu axtarsaq, bizim düzgün cavabımız burada olacaq B variantı. Yerdə qalanlar to'suz işlənir. 40-cı testə baxırıq. Feilimiz hear feilidir. Hear feili həm to'suz, həm də ing ilə işlənir. Ona görə düzgün cavabımız D variantı. 41-ə baxırıq. Feilimiz want-dur. Həmişə to ilə işlənir. D variantını götürərik. 42 variantı özümüz tapmalıyıq. İndi baxaq, burada diqqət eləsək 42-də. Demək, asked verib, amma to wait verməli idi, səhvdir. Told-a görə to wait verib, düzdür. Made to'suz verib, bu da düzdür. Expected də to wait verməli idi. Order də to wait verib, düzdür. Cavabımız 2, 3, bir də ki 5 variantımız Y variantı. 43-cü testə baxırıq. Yenə feilimiz so feilidir. So'nu görürsə to'suz məstər və yaxud da ing axtarmalıyıq. Yəni feil sifət 1. Düzgün cavabımız burada olacaq Y variantı. Növbəti bölməmiz artıq məhsul növ passive voice-dan başlayır. 9 mart 2026-cı ildə olan testdə Dövlət İmtahan Mərkəzi mürəkkəb tamamlıq əlavə eləmədiyinə görə mən artıq yəni orada olmadığına görə izahını vermədim. 44-cü test passive voice, yəni məhsul növdən başlayır. Əvvəlcə bizə verib ki, məhsul növə verilən cümləni məhsul növə çevirin. Diqqət eləsək burada variantlarımızı ixtisar eləsək, did verib keçmiş zamanda, keçmiş zaman verdiyinə görə
Keçmiş zaman burada verdiyinə görə, did verdiyinə görə was will axtarsaq, bizim elə bütün variantlarımız olur. Bir D variantını ixtisar edək, çünki verindən sonra köməkçi fe'l mübtəda olmalıydı. Sonra burada biz ixtisar eləyəsə olsaq, A variantımızda ixtisar eləyək, çünki V ilə bin işlənə bilməz. Sonra söz sırasına B variantında baxsaq, verindən sonra köməkçi fe'l mübtəda olmalıydı, amma bu fe'l verib deyə səhvdir. C variantı verindən sonra V, Z verib. Əgər bizim mübtədamız Z idisə, variantlarda heç vaxtı Z kimi işlənə bilməz. Ona görə ixtisar eləsək, cavabımız Y variantı. When were the entrance exams taken? 45-ci testə baxırıq. Buradan yazım. 45-ci testə baxırıq. Tamamlığımız electricity sözümüzdür. Passive voice-dadır yenə. Use da indiki zamanda olduğuna görə to be-ni indiki zamanını axtarsaq, biz A-nı, B-ni, bir də ki, D-ni atarıq. Çünki B-dən işlənməz. Y variantında bizə to be-nin indiki zaman formalarını verməyib. Ümumiyyətlə verməyib. Ona görə məhsulda onu götürə bilmərik. 46-cı testə baxırıq. Tamamlığımız tapırıq himdir. Ona görə də maza ilə başlayan A variantımı, D variantımı ixtisar edirəm. Sonra zamana baxıram. Scolded keçmiş sadə zamandadır. Ona görə də was will axtaracam. Düzgün cavabımız da burada olacaq. B variantı. 47-ci testə baxırıq. Yenə cümləni məhsul növə çeviririk. Hər iki çevirmələrdir burada. Demək, birinciyə baxırıq. Tamamlığımıza baxırıq. The book sözümüzdür. Gəlir cümlənin əvvəlinə. Z ilə başlayan C variantı və D variantını ixtisar edirik. Bir də Y variantını. Sonra A və B variantına baxsaq, bizə will gələcək zaman verdiyinə görə will be published götürsək, düzgün cavabımız olacaq burada B variantı. A variantında willin həm B'si yoxdur, həm də heç vaxtı willdən sonra fe'l ed şəkilsi, yəni zamana görə dəyişə bilməz. Yəni sözün to-suz məstər forması olmalıdır. 48-ci testə baxırıq burada. Yenə çevirmədir. English verib. İngilis dili gəlir cümlənin əvvəlinə. C-ni və Y variantını ixtisar edirik. Yəni C-ni olan A-nın Y-nə variantı. Sonra baxırıq burada C variantı ümumiyyətlə to be fe'lini heç vaxt heç yerdə verməyib. B və D variantına baxanda da cümlədə zamana baxırıq. Teach fe'lin sonunda S verib. İndiki sadə zamandadır. Ona görə də düzgün cavabımız burada B variantı. 49-a baxırıq. Passive voice yenə hələ ki çevirmələr verib. Yəni, Dövlət İmtahan Mərkəzi daha çox çevirmə verir. Bir də dəyişilə bilər, dəyişilə bilməzdən verir. Sonra növbət testə baxırıq. Məhsul növdə olan cümləni seçin. Interview cümlənin əvvəlinə gələcək. The journalistdən başlayan Y variantını ixtisar eləyərəm. Cümlədə həfəz olmadığına görə B variantını da ixtisar eləyərəm. C variantında to keçmiş zamanda verib burada. Bu bir səhvdir. İkincisi to be-nin forması ümumiyyətlə yoxdur deyinə ixtisar eləyərik. Bizim ya A variantımızdır, ya da D variantımızdır. Bu zaman cümləyə baxırıq. To keçmiş zamanda verdiyinə görə was-dan axtaracağıq. Düzgün cavabımız burada olacaq A variantı. Növbəti testdə 50-ci testə baxırıq. 50-ci testdə məhsul növə dəyişilə bilməz. Hansı ki, bir 9 Mart imtahanında düşmüşdü. İndi onun da izahını verəcəm. Burada baxırıq, he came home very late verib. Əgər cümlədə tamamlıq yoxsa məhsula çevrilməz. Ha və ya ifadələr xəbərdirsə məhsula çevrilməz. To be və to have fe'li cümlənin əsas fe'lidirsə, heç vaxt məhsul növə çevrilə bilməz. Yəni, bu hallarda məhsul olmaz. Z ilə başlayan cümlələr məhsula çevrilməz. Bir, çevrilə bilmir. İkinciyə baxırıq, picketdən sonra flowers verib. Bu çevrilə bilir. 3-ə baxırıq, children made a snowman verib, bu da çevrilə bilir. Amma 4-də seem görünmək, look görünmək, bu kimi fe'llər məhsul növə çevrilmir. Ona görə düzgün cavabımız burada olacaq 1-4 variantımız, B variantı. 51-ci testə baxırıq, yenə məhsul növdən danışır. Burada the documents gəlir cümlənin əvvəlinə, Z olan A variantını və D variantını ixtisar edirik. Cümlədə də will gələcək zamanda verdiyinə görə will be collected götürsək, B variantımız. 52-ci testə baxırıq burada. Do verib indiki sadə zamanda. A variantını ixtisar eləyərik. Haldan sonra əmzar verməli idi. B variantı was verib ixtisar eləyirəm. C, D, Y variantına baxıram. Sonra Y variantında been verib deyə ixtisar eləyirəm. Vanilla ice cream. Bu da təkdə olduğuna görə R deyil, is götürərik. Düzgün cavabımız burada olacaq. C variantı. Növbəti testə baxırıq burada. 53-cü testə. Məhsulda olan cümləni dəyişəcəyik. The dishes verib bizə. Dishes gəlir cümlənin əvvəlinə. Helen olan C variantını ixtisar eləyirik. Sonra cümləmizə baxırıq. Washes indiki sadə zamanda olduğuna görə əmzar axtararıq. Ona görə də düzgün cavabımız burada
B variantımız olar. A-da have been verib ixtisar eləyirik. Cümlədə will verib ixtisar eləyirik. Y variantı keçmiş zamanda verib deyə ixtisar eləyirik. Sonra növbəti 54-cü testə baxırıq. 54-cü testdə tamamlığı axtarsaq, ixtisar edirik. Böyük hərflə başlayan cümləmizin A variantını və B variantını ixtisar edirik. Sonra cümlədə V indiki sadə zamanda olduğuna görə əmizar axtarsaq, düzgün cavabımız D variantı olacaq. Çünki Y-də də been verib deyə səhv variantımızdır. Növbəti 55-ci testə baxırıq. Yeni məhsul növdə olan düzgün cümləni seçirik. Verilən cümləni çevirmiş olsaq, fikir verərik ki, burada all the apples gəlir cümlənin əvvəlinə. Ona görə the villagers B-ni sonra keçdik. Burada D variantını və Y variantını ixtisar eləyərik. Zaman sarını baxsaq, cümlədə had verib keçmiş bitmişdə. Biz də had bin axtarsaq olacaq A variantımız. İndi baxırıq 9 mart imtahanında görək bizə məhsulunu hansı qaydanı verib. Bizə 20-ci testdə diqqət eləyək. Məhsul növə dəyişilə bilməz. İndi hansı cümlələr məhsul növə dəyişilə bilmir? Yenə bayaqdakı dediyimiz kimi tamamlıq olmayan cümlələr. Məsələn, 1-də tamamlıq yoxdur. Əli istəyir parka getdi. Yer zərfidir. Sonra 2-də to be, baxın, əsas feildir. Ona görə də bundan başqa cümlədə feil yoxdur. Ona görə də bu məhsul növə çevrilə bilməz. Cavabımız elə olacaq 1-2. 3-ə baxırıq burada. The teacher assisted the presentations. Burada tamamlığımız var. Bu demək çevirə bilər. Bir də Sally saw to deyə, burada da deyə sözümüzü çevirə bilərik. Yenidən qaydırıq öz testimizə. İzah olunan testə artıq buradan zamanlar başlayır. 56-cı testimizdə last keçmiş zamanda verib, keçmiş sadə zamanda verib. Biz də bilirik ki, qaydalıdsa el şəkilçisi ilə düzəlir, idi şəkilçisi ilə, qaydasısa köklərini dəyişir. Düzgün cavabımız burada olacaq B variantımız. 57-ci testə baxırıq, last keçmiş zamanda verib. Keçmiş zamanda da lives, keçmiş zamanda olur A variantı left formasında. 58-ci testə baxırıq, bizə verib while bağlayıcısını. While bağlayıcısında biz keçmiş davam edici zaman axtarmalıyıq. Ya A ya da C variantımız olacaq. B-ni, D-ni və Y variantını ixtisar edirik. Bizim düzgün cavabımız burada olacaq A variantı. Çünki cümlənin bir tərəfində was working götürürsə, digər tərəfində də incarit sözünü götürə bilərik. Amma C variantı incarit indiki zamanda verdiyinə görə səhvdir. 59-cu testə baxırıq, if bağlayıcısını verib. Bağlayıcı olan hissəni sadə zamanda axtararsaq, yalnız burada bizim əlimizdə olan A variantı is sadə zaman, bir də Y variantı was sadə zamanı götürə bilərik. Y variantında da was-la will go uzlaşa bilməz. Düzgün cavabımız A variantımız. 60-cı testə baxırıq. Years ago verib, sonra years ago keçmiş sadə zamandır. Biz bura movie-ləri götürürsək C-ni, B-ni və A variantını ixtisar eləyərik. İkinci tərəfində də bizə yet verib. Yet veribsə, biz mütləq inkar cümlə axtarmalıyıq. İnkar cümlədə bitmiş zamanda axtarmalıyıq. Ona görə düzgün cavabımız burada olacaq. D variantı moved və hasn't learned forması. Yəni, bilmirəm, testlərə biraz diqqət eləsəz, görərsiniz ki, testlərdə demək olar ki, zaman zərfləri, bir də bağlayıcılarla elə zaman testini işləmək olur. Sonra baxırıq burada, when bağlayıcısını verib, bağlayıcı olan hissəni sadə zamanda axtarsaq, bizim əlimizdə olan bir dənə Y variantımız var. Yəni, məhsul növdədir ona görə. Sonra baxırıq ki, ümumiyyətlə, bağlayıcıda since bağlayıcısından başqa digər bağlayıcılarda, yəni tabeli mürəkkəb cümləni ifadə edən bağlayıcılarda heç vaxt bitmiş zaman axtarmırıq. Ona görə Y variantı ümumiyyətlə səhv variantımızdır. Sonra 7-ci sinif dərsində belə bir qayda var ki, when bağlayıcısı bəzən keçmiş davam edici zamanda da işlənə bilir. Yəni, when bağlayıcısı olan hissədə. Ona görə biz A variantı ilə C variantını ixtisar edirik. Ya B-dir, ya da D variantımızdır. Was washing keçmiş davam edici ilə drops indiki zamanı uzlaşdıra bilmək, düzgün cavabımız B variantı olacaq. 62-yə baxırıq. Yenə while bağlayıcısına verib, baxın, növbəti ildə yenidən təkrar edib. While bağlayıcısına görə was və üstəgələ feilin sonra ing axtarsaq, düzgün cavabımız C variantı. 63-cü testə baxırıq. Since bağlayıcısını gördük. Demək, hərfəz axtarmalıyıq. Ona görə Y variantını və C variantını ixtisar edirik. Bəzən keçmişə aid bir ipucumuz olarsa, biz hədd də götürə bilərik. Amma burada hədd binlə don'tu götürə bilmərik. Ona görə ixtisar edirik. İkinci tərəfinə baxırıq. Yenə bizə yet verib. Yet veribsə inkar axtarsaq və əsasən də hərfəz olmasa hadn't götürə bilərik zamana görə.
Ona görə bizim A və D variantımıza baxsaq, A-da have indiki zamanla, have been looking-lə, hadn't found keçmiş zaman uzlaşmaz. Düzgün cavabımız burada olacaq D variantı. 64-də baxırıq, last deyə verib keçmiş sadə zaman olacaq bizim burada B variantımız learned formasında. Sonra keçdik 65-ci testə. 65-də bizə by the time verib, onun sinif qaydasındadır bu. By the time olan hissəni keçmiş saatdə verib. Əgər by the time olan hissəni keçmiş saatdə verirsə, digər tərəfi mütləq hadlə götürməliyik. O da olacaq B variantımız. 66-cı testə baxırıq. 2 hours ago verib, keçmiş sadə zaman B variantı arrived. 67-ci testə baxırıq. 67-də in verib. Əslində in indiki sadə, keçmiş sadə və gələcəkdə də istifadə oluna bilir, gələcək zamanda da. Amma 2 günün içərisində deyilsə, bu artıq gələcək zamanda D variantı shall translate götürərik. Artıq buradan yeni bir bölmənin başlanğıcı olur. Biz o biri testdə zaman testimizə baxaq, görək bizə 9 martda zaman testimizi hansı sözü verib, hansı zamana aid verib, ben bağlayıcısını verib, yenə bağlayıcı verib. Bağlayıcı olan hissəni biz sadə zamanda axtarsaq, biz burada D variantını və Y variantını ixtisar eləyərik. İndiki və keçmiş saatdə. Biz bayaqda dediyimizə görə ben olan hissədə was və üstəgələ feilin sonu ing ola bilər. Sonra baxırıq cümlənin birinci tərəfinə will gələcək zaman verib, biz onda demək B variantı indiki sadə zamanla uzlaşdırırıq. Növbəti bölmə izahına başlayıram. Bu, indiyə qədər düşən nida cümləsidir. Nida cümlələrinə baxsaq, biz demişik, whatdan sonra en artiklı işlədərik, howdan sonra artiklı işlənməz və cümlənin sonu mübtəda xəbər ilə bitər. Ona görə də ixtisarlarımıza başlasaq, bir düzgün variantımızdır. Sonra növbəti 2-yə baxırıq, flat mənzil sözümüz təkdədir, amma artiklı verməyib deyə səhvdir. 3-cüyə baxırıq, E artiklı ilə flowers cəmdə verib deyə səhv variantımızdır. Düzgün cavabımız 1-4 variantımız olacaq. 1-4D variantı. 69-cu testə baxırıq. Bir düzgün variantımızdır. Sonra 2-yə baxırıq. What clever dogs are they verib, ona görə səhvdir. 3-ə baxırıq. Howdan sonra artikl işlənməz. 4-də how clever the dogs are düzdür. 5-ciyə baxırıq. How dogs verib olmaz. Çünki howdan sonra isim işlənə bilməz. 1-4D variantı. Növbəti testə baxırıq. 70-ci testə. 70-ci testdə demək, howdan sonra sifət, sonra the sandstorm is mübtəda xəbər verib. Elə A variantı düzgünümüzdür. B-dəki səhvimiz burada, yəni mübtədanın qarşısına təyin edicisi yoxdur. C-də howdan sonra article verib, D-də howdan sonra is verib. Y variantında isə xəbəri cümlə ortasına verib deyə səhvdir. 71-ci testə baxırıq. A variantında xəbər cümlə ortasına işlənməz. B variantı howdan sonra are olmaz, yəni xəbər gəlməz. C-də howdan sonra Z işlənməz. D düzgün variantımızdır. Y variantı howdan sonra Z işlənməz. 72-ci testə baxırıq. What until 3 it is verib bir düzgün variantımızdır. 2-yə what an intelligent verib, amma ismimiz yoxdur deyə səhvdir. 3-də isə düzgünümüzdə what a fine day it is forması. 4-də baxırıq. What a wonderful sight verib, mübtədamız yoxdur. 5-ciyə baxırıq. What a beautiful flower it is. Düzgün variantımızdır. Cavabımız burada olacaq. 1, 3, 5. 1, 3, 5 A variantı. Növbəti 73-ə baxırıq. 73-cü testdə yenə nida cümləmizi seçsək. Arzey verib, ona görə səhvdir. Bir də ki, 4-cü testdə yenə arzey verib, ona görə səhvdir. Düzgün cavabımız burada olacaq. 2, 3. 2-3-də Y variantı. 74-də baxırıq. Bizə good friends verib, sifət üstəgələ isim verib. İsim verdiyinə görə what axtaracağıq. Burada da cəmdə olduğuna görə artiklesi, düzgün cavabımız A variantı. 75-ci testə baxırıq. Bizə burada demək verib. Whatdan sonra sifət, isim, you have verib, bu olar. 2-də howdan sonra sifət, your shoes, mübtəda xəbərimiz are olar. 3-də have you verib, səhvdir. 4-cü testimizdə də yenə have you verib deyə səhv variantımızdır. Cavabımız 1-2 A variantımız. 76-ya baxaq. What a courageous decision it is verib. 2-də how courageous bizə the decision is verməli idi, ona görə səhvdir. 3-ə baxırıq, whatdan sonra sifət, isim is it verib deyə səhvdir. 4-də isə how courageous the decision is verib, düzgün variantımızdır. Cavabımız burada 1-4 C variantı.
77-ci testə baxırıq. Burada how-dan sonra article verib deyə səhvdir. B variantında got you verib səhvdir. C-də how-dan sonra article işlədib səhvdir. D variantında smiles cəmdədir. What a beautiful smiles verib səhvdir. Y variantı düzgün variantımızdır. 78-ə baxırıq. What an emotional speech it is verib. Bir düzdür. İkinciyə baxırıq. How-dan sonra sifət verib. Mübtəda xəbərimizin the speech is verməli idi. Ona görə səhvdir. 3-ə baxırıq. Is it verib deyə səhvdir. 4 düzgün variantımızdır. Cavabımız B variantı 1-4. Sonra 79-cu testə baxırıq. 79-da what an amazing place are they verib deyə səhvdir. B variantı düzgünümdür. Daha doğrusu B deyirəm, 2 düzdürümdür. 3-ə baxırıq, places are they verib ümumiyyətlə səhvdir. How-dan sonra sifət isim olmaz. 4 düzgün variantımızdır. 5-də də is it verib deyə səhv variantımızdır. 2-4 C variantı. 80-ci testə baxırıq. Artıq buradan başlayır söz ünləri qaydası. 80-ci testə baxırıq. The fire verib. Deyir, qoca kişi oturdu ocağın. Yəqin ki, yanında olar, bay götürərik. Bir də deyir, roman məşhur yazısı tərəfindən yazılıb. Bir şey yadınızda saxlayın ki, bay ilə tərcüməsi var, yanında tərcüməsi var. Bundan başqa tərəfindən tərcüməsini verə bilir. Ona görə bay müxtəlif tərcümələri verdiyinə görə düzgün cavabımız Y variantı. 81-ci testə baxırıq. Əgər to be üstəgələk sifət, üstəgələk gerund görsək, əsasən belə halda at istifadə olunur. Ona görə he is good at playing tennis. O tenis oynamaqda yaxşıdır. Ona görə C-ni götürərik. Bir də he had to work hard at his English. O ingilis dilində. Bu, bilmirəm hansı ilə düşmüşdü, mübahisə yaratmışdı. Burada at və in üzərində çox qalınmışdı, yəni bu testdə. Sonra keçdik 82-ci testə. 82-ci testdə, üzr istəyirəm, bir dəqiqə. 82-ci testdə comes verib, comes verdiyinə görə deyir ki, o Şotlandiyanın cənubundan gəlir deyib, düzgün cavabımız D variantı götürərik. 83-də proud of deyilən ifadəmiz var, B variantı. 84-də baxırıq, second floor, floor döşəmə olduğuna görə birinci tərəfi 10 götürərik, digərləri variantları atarıq. İkinci tərəfinə baxırıq isə bina verib. Binanın ikinci mərtəbəsində desək, düzgün cavabımız C variantı olacaq. 85-ci testə baxırıq. See you, baxırıq görüşənədək deyir. Səni görüşənədək the weekend. Əgər weekend desə, at istifadə eləyin. Ona görə düzgün cavabımız Y olacaq. Əgər həftə içi desə, weekday desə, onu istifadə eləyirik. 86-cı testə baxaq. Take deyir, götür əşyalarını. Your suitcase, yəni çəmadanın içərisindən götür deyərik. Düzgün cavabımız D variantı. Əslində from da dan deməkdir, amma istiqamət bildirir. 87-də burada həftənin günü verdiyinə görə birinci tərəfə 10 fikirləşərik. Ona görə D variantlarımızı atırıq. İkinci tərəfə baxırıq. Vizitdən sonra ümumiyyətlə sözün işlənməzdiyini, düzgün cavabımız B variantı. Amma vizitdən sonra bir halda işlənə bilər ki, vizit orada isim mənasında olsun, səyahət tərcüməsini verirsin, səyahət etmək olmasın. 88-ə baxırıq. Sarah deyir, kitabı yəqin ki, axtarır desək, look for götürərik. Digər tərəfinə belong to-dur. Ona görə düzgün cavabımız D variantı. 89-a baxırıq. Sit oturmaq, at the table deyərik, stolun yanında. Digər tərəfinə isə baxırıq. John deyir, öz yönü qardaşına verdi. Bir dəqiqə. Ya da qardaşının yanında öz yerini götürdü. Ona görə düzgün cavabımız B variantımız olacaq. Sonra 90-cı testə baxaq. Arrived in London verib. Minikilərin qarşısına by işlənir. Ona görə burada by plane götürsək C variantımızı götürəcəyik. Keçənkilərdə də by bas məncə düşmüşdü. 91-ə baxırıq. Novruz Day verib. Bayram adlarının qarşısı əsasən burada day verdiyinə görə 10 işlədirik. İkinci tərəfdə də depend on deyilən ifadəmiz var. Ona görə düzgün cavabımız D variantı. 92-yə baxırıq. Bağlayıcı artıq yeni bir testə keçirik. Ona qədər biz 9 mart 2026-da olan söz önünə baxaq. Yenidən bağlayıcı testinin izahına başlayaq. Buraxılış imtahanında isə bizə yenə sadə bir sözün düşüb. The professor talked to his colleague deyərək, deyir, professor deyir, kollegiyasıyla söhbət etdi. Şagirdləri haqqında deyərək, ona görə düzgün cavabımız olacaq. Burada D variantımız. Yəni, çox da çətin bir sözünü salmayıblar. Qaydırıq yenidən digər testimizin ardından davam eləməyə bağlayıcı bölməsindən başlayırıq.
92-ci testdən başlayırıq. Demək, 92-ci testimizdə yazıb Tom ingilisdir, lakin o Fransada yaşayır. Lakin dediyinə görə düzgün cavabımız D variantı. Sonra burada bəzi variantlar var ixtisar olunması. Məsələn, C variantı as-lə, because as-də ixtisar eləyərik. 93-cü testə baxırıq. I cannot go with you. Mən səninlə gedə bilmərəm. Mən məşğulam. Çünki mən məşğulam deyib D variantı götürərik. As soon as ümumiyyətlə ixtisar eləyərik. Düzgün tərcüməmiz doğru. Before əvvəl deməkdir. Bu da uyğun deyil. Amma A variantla B variantı sinonim olduğuna görə atarıq. 94-cü testə baxırıq. Not only verib, but also yoxdur. Both and olar. Either ilə or olar. Neither nor olar. Bir də both and olar deyə səhvdir. Növbəti testə baxırıq 95-ci testimizdə. Demək, neither nor, either or verib deyə səhvdir. Neither or olmaz, both or olmaz, either and olmaz. Düzgün cavabımız A variantı. 96-cı testə baxırıq. Yenə not and verib deyə səhvdir. Both or, either nor, neither or verib deyə səhvdir. Neither nor. Düzgün cavabımız Y variantı. Yəni diqqət eləsəz, fərqli illərdə demək ki, eyni testdən çox salıblar. 97-ci testə baxırıq. Artıq dekabrdır, yenə eyni formada salıblar. Artıq dekabrdır. Ardından deyir ki, hava hələ də istidir. Biz lakin hava hələ də istidir deyib B variantını götürərik. Digər variantlarımız tərcümədə uyğun gəlmir. Sonra burada biraz qarışıqdır. Növbəti keçirik sual cümləsinə. Sual cümləmizə baxsaq, bir dəqiqə sual cümləsinə keçməmiş buraxılışın bağlayıcısına baxaq bir dəqiqə. 11-ci testimizə baxırıq, bağlayıcı testimiz. 11-ci testimizdə yazıb ki, həşəratların bəziləri zərərlidir, azər digərləri isə xeyirlidir. Bu da yenə bat olur. Fikir verirsiniz, demək olar ki, məntiqi tərcüməsi, həm də hərfi tərcüməsi sadə verirlər. Yəni, rahat tərcümə oluna bilər. Çox elə o çətin bağlayıcılardan düşmür. Yəni, biraz diqqət eləsəz, hər biriniz bağlayıcını yaza bilərsiniz. Keçdik burada 99 interrogative with sual cümlələrinə aiddir. Başlayaq sual cümlələrinin izahına. Nöqtələrdən sonra bizə train qatar isim verib. İsim verdiyinə görə, bir dəqiqə yaxınlaşdırım biraz. Bizə isim verdiyinə görə uyğun variantlarımıza baxaq. Which və what götürə bilərik. O cavabımız olacaq 2-4 variantımız. 2-4 bir səhvdir burada. 2 düzdür. Homedan sonra isim olmaz. Halongdan sonra olmaz. Cavabımız 4 götürərik. 2-4-dür. İndi variant ola bilsin mən səhvəm. Burada səhv yazmışam. 100-cü testə baxırıq burada. Cümlə sonunda sözünü verib, sözünü verdiyinə görə who və what istifadə edə bilərik. Bizim də who və what-dan bizə D variantı who-nu verib. Deyir printer kim tərəfindən ixtira olunub. 101-ə baxırıq, yenə cümlə sonunda sözünü verib. Baxın, növbəti illərə görə sual cümlələri demək ki, eyni gedir. With verib, demək ki, biz buna da görə düzgün cavabımız A variantı götürərik. Sonra 102-ci testə baxırıq. How long-dan sonra köməkçi verməkdə axtararıq. A variantımız səhvdir. B-də did verib, slept verib, səhvdir. Sleep verməli idi. C variantı was-la bin işlənə bilməz. D variantı düzgünümüzdür. Y-də does verib, sleep-in sonunda S-i atmayıb. Həm də how long-da çox hallarda biz həfəz axtarırıq. Növbəti 103-cü testə baxırıq. Yenə tərcüməyə əsaslanan bir test əslində. Biraz da məntiqi ixtisar eləmək olar. Məsələn, who-nu heç götürə bilmərik burada. Çünki biz who-nu götürsək, cümlənin sonunda sözünü verməliydi. Ona görə səhvdir. Biz baxırıq burada, deyir, onun valideynləri onu cəzalandırdı. 1. Nə üçün cəzalandırdı? 3. Nə vaxt cəzalandırdı? 1-3 variantımız C variantı. 104-cü testə baxırıq. Demək, hammasından sonra köməkçi və mübtəda xəbər verib. A düzgün variantımızdır. B-də does verib, xəbəri yanında verib səhvdir. C variantı xəbər hammasından sonra işlənməz. D variantı köməkçi feilim yoxdur. Y-də də köməkçi feilim yoxdur. 105-ci testə baxırıq. Yenə A variantında burada köməkçi feil verməli idi. Yəni, məsələn, did you eat, do you eat nəsə bir şey verməli idi. B variantına baxırıq. Eat you olmaz. Xəbər mübtəda verib. Do you do, təzədən eat olmaz deyə səhvdir. D variantımızda do you eat düzgün variantımızdır. D variantı. Y variantında isə xəbər sonra köməkçi feil verib deyə səhv variantımızdır. Növbəti 106-cı testə baxaq. Homedan sonra köməkçi və mübtəda xəbər verib. 1 düzdür. 2-də homedan sonra proqram xəbər işlənməz. 3-ə baxırıq. Did you hand edi atmayıb. 4 düzgün variantımızdır. Çünki who-dan sonra biz xəbər işlədə bilərik. 1-4 C variantı. 104-ə baxırıq. Cümlənin sonunda sözünü verib. Sözünü verdiyinə görə biz who və what götürsək cavabımız 1-3 Y variantı olacaq. 108-ci testdə
Yenə sual cümləsidir. Verilən sonra köməkçi feil olar deyə səhvdir. Verilən sonra will they bring, elə B düzgünümüzdür. C variantı verilən sonra Z verib deyə səhvdir. D-də də verilən sonra Z mübtəda verib. Y variantı will-dən sonra xəbər verib deyə səhv variantımızdır. İndi baxırıq buraxılışın, 9 mart buraxılışın testinə görə orada sual cümləmizi bizə nə verib? Sual cümləmiz 17-ci testə baxırıq. How many documents köməkçi feilim yoxdur. Yenə çox sadə verib. B-də yenə köməkçi və mübtəda xəbər elə düzgünümdür. C variantı did you idini atmayıb. D variantı did verib xəbər verib deyə səhvdir. Y variantı did you verməlidir, həm də edi atmayıb deyə səhv variantımızdır. Keçirik növbəti testimizə. Yenə qaydırıq. Görə hansı bölməmiz başlayır? Artıq burada cümlə tamamlama dərsidir. Hansı ki, cümlə ortasında biz mübtəda xəbər axtarmalıyıq. 109-cu testə baxırıq. Cümlə ortasında biz söz sırası mübtəda xəbər axtardığımıza görə B variantında can he-ni, bir dəqiqə, can he, C variantını saxlayıram, D variantında saxlayıram, Y variantı can he verib deyə ixtisar edirik. Sonra baxırıq, want olan cümlədə zət işlənməzdiyini A variantımızda ixtisar edirik. Sonra burada deyir ki, Çilingər bilmək istəyir, bizə, ümumiyyətlə C variantımızın tərcüməsi uyğun gəlmir, bizə deyilənmərəm. D variantı, o bizə nə vaxt kömək edəcək? D variantı. 110-a baxırıq, stories hekayələr, həm nisbə vəzi, həm cümlə tamamlama dərsidir. Stories hekayələr cansızdır. Biz heç vaxt nisbə əvəzli ixtisar eləyə bilmərik. Bir halda ixtisar eləyə bilər ki, mübtəda xəbər versin. Ona görə promoy xəbər verdiyinə görə səhvdir. Həm də orada stories cəmdə də həzdə verib yenə səhvdir. B variantı huzdan sonra isim olmalıdır. C variantı zəti götürürəmsə mütləq xəbərini cəmdə verməli idim. D variantı düzgünüm olardı, votu verməsi idi. Çünki həv xəbəri cəmdə uzlaşar. Düzgün cavabımız Y variantı. Növbəti testə baxırıq. 111-ci testdə yenə cümlə tamamlama dərsidir. Baxsaq burada wanted verdiyinə görə zəti birinci ixtisar edirik, 2 ixtisar olunur. Sonra baxırıq 4-də why-dan sonra were you verib deyə səhvdir. Düzgün cavabımız burada olacaq. 1-3 variantımız C variantı. 112-ci test artıq fərqli bir testdir. Artıq cümlə tamamlama deyil. Make up a sentence-də cümlə qurmaq. Diqqətləsə mən dəfələrlə, yəni illərdir görürəm ki, ən çox bu cümlə düzəltməni sadə verirlər. Bir də bitmiş zamana aid daha çox verirlər. Ona görə burada başlayırıq 3-dən, workers, işçilər, sonra ardından götürəcəyik burada 1-i, ona görə 3, 1, have been building, tikirlər, nəyi, bu stadionu, ona görə 6, 2 götürərik, 4, 5 months, 4, 5, yəni aylardır. 3, 1, 6, 2, 4, 5, düzgün cavabımız D. 113-cü testə baxırıq. Close meaning, yaxın mənalı sözləri seçməliyik. Excited, həyəcanlı, tired, yorğun olmaz. Difficult, çətin, hard, çətin, B variantı. Nice, gözəl, ugly, çirkin olmaz. Slow, yavaş, quick, cəld olmaz. Wise, ağıllı, daha can sıxıcı, bu da olmaz. Növbətiyə baxırıq 114-cü testimizdə definition'dır. Burada artıq qarışıq testlərdir biraz. Çünki fərqli söz qoymaq da sinonimdir ona görə. Sale üzmək, sale satmaq, serve xidmət etmək. Bizə birincidə sale satmaq deyirsə, biz burada axtaracağıq money söhbətinə görə A variantı birinciyə. İkincidə sale satmaq, üzr istəyirəm, sale üzməkdir. Bir dəqiqə qarışdırdım sizə. Sale üzməkdir. Üzmək dediyinə görə birinciyə götürəcək B variantı cəmini. 2-də sale satmaqdır. Götürəcək money söhbətinə görə A-nı. 3-də də serve xidmət etmək, ərzaq və içkini yemək ərzinə kiməsə verirsən, olacaq C variantı. Düzgün cavabımız burada olacaq B, A, C variantımız. B, A, C, D variantı. 115-ci testə baxırıq. Make-up sentence deyən cümlə qurmaqdır. Deyir ki, Hanna 4-lə başlayarıq. Cook it bişirdi. Nəyi? Vegetables, tərəvəzləri. Sonra qızları üçün 3-ü götürərik. Sonra da 1-i götürərik. Burada cavab yoxdur, amma yəni nömrələri mən yazdım. Hanna cook it vegetables for her daughters in the kitchen.
116-cı testə baxırıq burada. Təsdiq və yaxud da inkara görə cümlənin cavabını tapmalıyıq. Əvvəlcə baxırıq burada bizə don't inkar verib. A variantında nice olan yerə doesn't olmaz. B düzgün cavabımızdır. Çünki do veribsə biz do və yaxud da does hər ikisini istifadə edə bilərik. C-də so təsdiqdir, D-də so təsdiqdir, Y-də də to təsdiqdir. İnkar cümlədə işlənməz. Növbəti testə, 117-ci testə baxırıq. Burada biz diqqət eləsəz, cümlə qurmadı. Əvvəlki illərin buraxılışında da gördük ki, biz bitmiş zamana daha çox üstünlük verirlər. Buna görə də baxırıq, sıralamamızı gedirik. Məsəl üçün, biz burada this dance-da götürə bilərik, z-də götürə bilərik. Amma this dance götürsək, təkdə olduğuna görə həvbin götürə bilmərik. Yəni, testləri həmişə ixtisar edəndə bu formada ixtisar edəyik. Məsəl üçün, deyə bilərik ki, 6 heç vaxtı cümlə sonunda gəlməz. Məsələn, A variantını ixtisar eləyərəm. Sonra baxıram, məsəl üçün, 5. Last week-lə bəli cümlə yekunlaşa bilər. Amma 2-də since-lə cümlə yekunlaşmaz. Ona görə D variantı, Y variantına buradan ixtisar eləyə bilərəm. Sonra sıralamaya baxaq. Bizim ya 4-1 ya da 1-4 ardıcılığımız olmalıdır. Məsəl üçün, baxırıq ki, 4-1 dans sis deyə bilmərik, zis dans deyə bilərik. Ona görə də 1-4 cavabımızı axtarsaq, düzgün cavabımız C variantı. Yəni, bu cümlə qurma testini çalışdığınız qədər yazarkən yanaşı yazın. Görün, hansı variant gözünüzə daha xoş gəlir. Yəni, cümlə quruşu daha düzgündür. Növbəti 118-ci testə baxırıq. Burada bizə uyğunluğu tapmalıyıq. Məsəl üçün, əgər sənin ehtiyacın varsa potatoes, kartofa, tərəvəz dükanından bəli almaq olar. Düzgün cavabımız A variantı. B-də yazıb ki, çörək chemist aptekdən səhvdir. Meyvəni beyka çörəkçidən səhvdir. Dərmanı bacı qəssabdan səhvdir. Y variantı əti qrosa ərzaq dükanından səhvdir. Növbəti testə baxırıq, 119-cu testə. Burada da yenə fikir verirsinizsə, bizə bitmiş zamanı verib, amma testin ardıcıllığı bizə tam düşməyib. Bu növbəti 3 söz nədir bilmirəm. Amma burada ardıcılığa fikir verməyə görə mən bu 3 söz yadımda qalıb deyə götürə bilmişəm. Yəni, bilin ki, bitmiş zamana daha çox üstünlük veriblər. Növbəti testə baxırıq, 120-ci testə. Bu da cümlə qurmadır. Fikir versək, burada mübtədamızı axtarsaq, biz people-la gedə bilərik. Məsəl üçün, insanlar can using the internet bu səfər burada deyə bilmərik. Ona görə variantımız səhvdir. Burada hansısa söz çatmır. Ya bu cümlədə fərqli bir şey olur. Məsəl üçün, burada deyib ki, internetdən istifadə edən insanlar bir-biri ilə sürətlə maraqlanırlar o formada. Can burada deyil, onun yerinə bəlkə də başqa bir söz olmaq istəyib. Bu testdə biraz qəribəlik var. 100% 3-lə cümlə sonu bitməlidir. Məsələn, Y variantı düşmədiyinə görə, ona görə burada səhvlik var. 121-ci testə baxırıq. 121-də bizə verilən sinonimi tapmalıyıq. Sinonim baxırıq, right, sağ, left, sol olmaz. Antonimdir. Sweet, şirin, bitter, acı. Easy, asan, difficult, çətin. Bu da antonimdir. Weak, zəif, strong, güclü olmaz. Amma various müxtəlif, different müxtəlif olar. Y variantımız. Növbəti testə baxırıq, 122-ci testdə. Burada yazıb ki, verilən cavaba so və naizə fikrini bildirək. Cümləmiz əvvəlcə baxaq, təsdiqdədir. Birinci naizəni və bir də 3-dəki aiz olan variantı atırıq. Düzgün cavabımız ilə burada 2-4 variantımız olacaq. Y variantı. Növbəti 123-ə baxsaq burada has to verib. Biz has to veribsə, sual və inkarını biz bu zaman does-la düzəldəcəyik. Amma so və naizə qaydasında biz do-da istifadə eləyə bilərik. Ona görə biz burada diqqət eləyirik, baxırıq. Məsəl üçün, A variantımız səhv. Çünki birinci tərəf təsdiqdədir, ikinci tərəfi inkarda verməlidir. Ona görə səhvdir. So duay olar. Amma həvi götürə bilmərik. Çünki həvdən sonra feizfəd 2 verməli idi. D variantı naizə inkardır. Y variantı naizə inkar olduğuna görə səhv variantımızdır. Düzgün cavabımız burada oldu, B variantı. Növbəti 124-cü testə baxırıq. Yenə cümlə qurmada fikir verin, yenə bitmiş zamanda biz burada rast gəlirik. Yəqin ki, oğlan kəsir desək, 3, sonra 5 deyə bilərik. Has been cutting kəsir. Nəyi? Məsəl üçün, the wood deyərəm, 1, tamamlığımı yazıram. Sonra yer zərfi, sonra zaman zərfi. Yer zərfim 4, sonra zaman zərfim 15 minutes. Yəni 6 və sonra da 2 gələcək. 3, 5, 1, 4, 6, 2 variantımız. Növbəti 125-ci testə baxırıq. Cümləmiz ayrılan sual cümləsidir. Tag question. Cümlənin birinci tərəfinə baxırıq. Təsdiqdədir. İkinci tərəfi inkarda axtarsaq, B variantını və D variantını ixtisar eləyərik. Cümlədə də köməkçi feilim is olduğuna görə Y variantı isn't it götürərik. Növbəti testə baxırıq.
126-cı testdə burada uyğun yenə cavabı seçməliyik. Bizə has to verib. Elə deyəsən bayaqki testdə, ona görə bir də izahını vermirəm. 127-ci testdə baxırıq, cümlə qurmadır. Bir dəqiqə. Baxırıq burada, yəqin ki, onlar bilmək istər deyər. Məsələn, iki mübtədamız var, we də var burada daha doğrusu. Nə etmək istəyini bilmək istər. Birinci ixtisarımıza baxaq. Məsəl üçün, cümləmizin sonunda to do gələ bilər. Ona görə məsələn 4-ləri cümlə sonuna saxlayırıq. Amma C variantı 7 ilə cümlə gələ bilməz sonu. Ona görə ixtisar eləyirik. C gedər. Y variantında da ixtisar olunar. Sonra baxırıq başlanğıca, 5 ilə də başlaya bilərik, 2 ilə də başlaya bilərik. Əgər mən 2 ilə başlasam, ardından Mr. Johnson wants deyə bilmərəm, wants verməli idi. Ona görə bizim 2-8 variantımız da buradan səhvdir. Sonra baxırıq 5-8 variantına. 5-8 variantında, məsələn 5 ilə gedirik, we want, biz istəyirik, 2-ni götürüb Mr. Johnson'un 7-ni, tuna bilməyini, 1 götürüb, məsəl üçün, want, sonra 3-ü götürüb, onların, 6 are going, sonra 4 yazıb to do. Nə etmək istədiklərini. Yəni, uyğun variantımız ola bilər. Hər ehtimala saxlayaq. D variantına baxaq, 5, we, sonra want, istəyirik, 2, Mr. Johnson'un, sonra 7-ni götürüb, ardından Mr. Johnson'un bilməyini, 1 what, sonra 6-nı verib. What are going artıq deyənməli. Birincisi, what cümlə özünə görə mübtəda olsaydı əgər, özünə sonra xəbər işlənə bilərək, amma xəbərdə təkdə verməli idi. Ona görə düzgün cavabımız burada olacaq. A variantı. Siz yəni bu cümləni sıralama gedin nömrələrinə. Bu zaman sizə rahat ixtisar yolu olacaq. Sonra 128-ci testdə baxırıq. Doesn't go, yəni digərlərini işlənə bilməyən. Learn öyrənmək, teach öyrətmək, write yazmaq, study öyrənmək, amma sleep yatmaq səhv sözümüzdür. 129-a baxırıq. A type of bird, yəni quş növünü seçəcəyik. Present indiki stone, daş, zebra elə heyvandır, bizə quş deyir. Pigeon, göyərçin götürə bilərik. Şova da götürə bilmərik, leysandır. 134-ə baxırıq. Bir dəqiqə D variantını yazım. 130-a daha doğrusu. 130-da testimizdə yenə cümlə qurmadır. Baxırıq buradan. Demək istəyir ki, şagirdlər yoxlanılır. By the examiners. Ən axıra gələcək. 2-1-lə bitməlidir. Onda biz götürəcəyik 4, sonra 5, test məhsulda da yoxlanılır. Daha doğrusu, bir dəqiqə, 4, the students are, davam edici zamandadır. 5, being, 3, tested, davam edici zamanda, 2-1 bu formada. Sonra 131-ə baxırıq, sinonim cütlüklər tapırıq. Lazy, tənbəl, intelligent, savadlı, olmaz. Stupid, axmaq, brave, cəsur, olmaz. Fresh, təzə, old, köhnə, olmaz. Bright, parlaq, dark, qaranlıq, olmaz. Tired, yorğun, exhausted, yorğun, Y variantımız. 132-yə baxırıq, Billington, he, a taxi, arrived, Mrs. Reed, went, took to the hotel. Demək, bizə nömrələr vermədiyinə görə ixtisarı özümüz gedirik. Deyir ki, Mrs. Reed Billingtona gəlib çatanda, o otelə taksi ilə getdi, yəni taksi tutdu. İndi baxırıq, when ilə gedirik. When Mr. Reed, 6 ilə gedək. Mr. Reed arrived, 4, gəlib çatanda. In Billington, 1, Billingtona gəlib çatanda. Sonra he ilə davam edirik. 2, 7, took, sonra 3, taksi tutdu, to the hotel, 8-i götürərik. Növbəti testimizə baxırıq, 133-cü testimizə. Yenə cümləyə fikir bildirməliyik biz burada. Cümləmiz birincisi təsdiqdədir. Təsdiqdə olduğuna görə, bu cümlədə burada nəsə itib. Cümləmiz təsdiqdə olduğuna görə inkarları atsaq 4-ümüzü ixtisar eləyərik. Elə 2-ni ixtisar eləsək, cavabımız gələcək 1-3. A variantı. 134-cü sözə baxırıq. Courage, cəsarət, curiosity, maraq, kəndi, şirniyyat. Bizə birincidə cəsarət deyirsə, 100% burada dangerous, təhlükəli sözü ipucu götürərik. Curiosity, maraq deyirsə, burada götürəcək desire, arzu sözünü. Kəndi, şirniyyat deyirsə, burada artıq sweet, sugar sözünə görə götürərik. Ona görə cavabımız sıralamada olacaq B, A,
C forması. BAC bizə verib B variantı. Sonra 135-ci testə baxırıq. Artıq yekunlaşır. 135-də yenə cümlə tamamlamadır. Hasn't got verib. Demək cavabda hərfəz axtarmalıyıq. A variantımız səhvdir. Ümumiyyətlə to inkarda işlənməz. Aiz ilə cümlə başlamaz. Naizdən sonra köməkçi verib da olmalıydı. D düzgün variantımızdır. 7 də so təsdiqliyə atarıq. 136-cı testə baxırıq. Yenə bizim qarşımıza bitmiş zaman çıxdı cümlə düzəltmədə. In the forest have been gathering for the mushroom 2 hours. Demək, Z ilə cümləmizi başlasaq 4. Sonra yazarıq biz burada have been gathering içini yazarıq. Sonra ardından toplayırlar nəyi? Göbələkləri 5. Sonra harada 1. In the forest meşədə. Ardından yazırıq for 2 hours. Zaman zərfimiz ən axıra gəlir. 3-6. 4, 2, 5, 1, 3, 6 A variantı. 137-ci testə baxırıq. Bizə deyir ki, heyvanı, hansı söz heyvandır? Papiy küçük A variantını götürərək qəhvəyi, kapit, xalça, çiyə, stul, digəri süd məhsulu götürə bilmərik. 138 sonuncu sualımıza baxırıq. Burada demək istəyir ki, Abraham Lincoln tərəfindən imzalanan sənəd bütün qulların azad olmasını məcbur etdi. İndi biz baxaq burada the document signed Abraham Lincoln axtarsaq, hansı ki imzalanıb da deyə bilərik. 4 ilə başlayan variantlarımıza baxaq. Məsəl üçün 4, 7, bir dəqiqə yaxınlaşdırın. Bizə baxırıq 4, 7 variantlarını axtarsaq, sıralama ilə geçsək. Məsəl üçün bizim B variantımız da var. 4, 7, 2 imzaladım. 4, 7, 2 imzalandı. Sonra ardından 5 Abraham Lincoln. Sonra 1863-cü ildə olar. 3 made all the slaves free. Belə cavabımız B variantımızdır. Deyir ki, Abraham Lincoln tərəfindən imzalanan sənəd 1863-cü ildə bütün qulların deyir azad olmasını, yəni şərait yaratdı, məcbur etdi. Düzgün cavabımız burada da olacaq B variantı. Bu da indiyə qədər olan buraxılış imtahanların izahı. İnşallah sizin üçün yararlı olar. Sağ olun, növbəti imtahanlarda uğurlar.